İnsan ki dünyasını dəyişir, deyirlər qəbir sorğu-sualı var. O bu cəsədin dəfn olunduğu qəbir deyil. O kinayədir, bərzəx aləminin qəbridir. Həzrət Zəhranın vəsiyyəti nədir? Deyir, əmoğlu, məni dəfn eləyəndən sonra tez getmə. Qəbrimin üstündə otur, biraz Quran oxu. Hədislər də var. Deyir, insan ta qəbrə dəfn olana qədər sərgərdandır. Bilmir nə baş verib. Kimdir bunu aparan? Bu cəsəd niyə dəfn olur? Deyir, ona görə sərgərdandır. Sərgərdan olduğuna görə də meyitə qəbirdə təlqin oxunur. Təlqin müstəhəbdir. O bir nəfər silkəli yaxınlarından biri oxuyur. İsmə, ifəm, eşit, bil, ey filan kəs oğlu. İzə atanil mələkanil müqərrəba, la təxəf. Qəbrinə iki mələk daxil olsa, qorxma, belədir. Ona təlqin eləyir. Deyir, insan dəfn olandan sonra o yaxınlarının səsini tanıyar. Bunların səsini, o səs bunlara tanış gəlir. Bir ona görə tövsiyə budur ki, deyir, tez getməsin yaxınları. Biraz otursunlar, orada biraz dua eləsinlər. Biraz onun üçün bağışlanmaq diləsinlər.